yağır. Biraz artıraq bir balaca. Sonra pis pis olsun. İzolata keçsəm bax, yağışlı hava şəraitində nəyə diqqət etməlisiniz? Birincisi, maksimum diqqətli olmalıyıq. Şüşələr tez-tez olmalıyıq. Şüşələrdə gözən yağış damlaları var və yolda yaxşı kömək olmur. Və maksimum diqqətli olmalıyıq. Ən əsası, qaz və tormuz əyləclərinə yüngül, zərif toxunmalıyıq. Zərif. Biraz artıq cüzi. Bax, kəskin tormozlama eləmək olmaz. Yağışlı hava şəraitində avtomobil təkərləri bloklanmaya məruz qalır və sürüşməyə meyil olur. Biz kəskin tormoz verəsi olsaq nə baş verir? Bloklanmayan təkərlər və avtomobil başlayır sürüşməyə. Sağın yanı pis yol salır. Və deməli, nə etməliyik? Məsələn, bax, gözünüz zaten kırmızı işıq var. Sürətini çox artırmaq və ora, məsələn, normalda gəlib dayandığım məsafədə biraz tez başlısı yüngüllüyünü azaltmaq. Zərif bax, başa toxunmaq. Afərin. Gəlib biri var orada, ani kəskin tormozlama deyəsən. O zaman sürüşmə ehtimalımız çoxdur. Amma yüngül, zərif tormoz toxunaraq gəldin, bax, sizə rahat dayandın. Yağışlı hava şəraitində sən bu müddətdə sürməyin sənin üçün çox şey qazandıracaq. Çünki yağışlı hava şəraitində daha məsuliyyətli sürmək. Bu çətinliyi öyrəndikdən sonra havanın xoş vaxtında sənin üçün sürmək daha rahat olacaq. Özünüzə necə seçirsiniz? Hər şey qaydasında uğurlar olsun.